Artıq 10 ildir ki IELTS öyrədirəm. Bu videoda isə özümün IELTS təcrübəmdən danışacağam. Bu imtahanla ilk sınağım 2011-ci ilə təsadüf edir. Azərbaycan Turizm və Menecment Universitetinin 2-ci kurs tələbəsi idim və bizim universitetin Avstriyanın Krems Universiteti ilə ortaq bir proqramı var idi. Bu proqrama qəbul olunmaq üçün 6 IELTS nəticəsi tələb olunurdu. Mən də elə ilk imtahandan 6 bal almışdım. 2014-cü ildə 2-ci cəhddən 6-5 aldım. 2015-ci ildə 7, elə həmin ildə 4 ay sonra 8 nəticə göstərdim. Və nəhayət sonuncu cəhdimdə 2017-ci ildə 8-5 aldım. Bu yolda etdiklərim və etmədiklərim barədə aşağıda geniş şəkildə yazmışam. Özüm bu yolu sıfırdan tədricən keçdiyim üçün indi hansı mərhələdə olmağınızdan asılı olmayaraq sizi çox gözəl başa düşür, sizə nəyin lazım olduğunu, nəyin lazım olmadığını yaxşı bilirəm. Ona görə də izləmədə qalın, çox maraqlı şeylər olacaq.